O ki dənizə gedəndə buz kimi pivə içmək istəyirsən, buz kimi sox içmək istəyirsən. Bax bu maşın üçün mini xaladenikdir. Həm isidir, həm də soyudur gördüyünüz kimi. Cold soyuqdur, hot istidir. Yəni içərisinə yemək falan qoyduqda içi xaladenik formasındadır. Yemək falan qabda qoyduqda isidir, həm də soyudur. Biz soyuğa qoyacağıq və maşına asan bir şəkildə qoşmaq olur. Biz burada mağazində qoşacaq rahat bir şəkildə. Всё, soyuq hazırdır. İçərisinə normal istilikdə, normal temperaturda su qoyuram və bağlayacağam. Yarım saat sonra da baxacağam, görüm bu həqiqətən də soyudur, yoxsa yox. 30 dəqiqə keçdi. Açaq görək necədir içərisi. Baxalım. Gördüyünüz kimi su içərisindədir. Çıxardacağam. Suda sərinlik var. Buzlanmayıb su, amma sərinlik var. İç hissəsinə baxın. İç hissəsi dostlar həqiqətən soyuqdur. Çox soyuqdur, amma belə bildiyimiz buzlatmır. Amma mən bunu normal temperaturda qoymuşam. Baxın, ucu tərləyib. Soyuyub ucu. Soyuq, sərin, qəşəng buz kimi olub bildiyimiz. Çox qəşəngdir. İçərisinə də bir 5-6 dənə ata bilərsiniz. Sudan falan, pivədən nə istəsəniz ata bilərsiniz. Çox qəşəngdir. Üst hissəsi də ki, çıxartdınız, taxdınız, stəkan falan nə istəsəniz qoya bilərsiniz. Stol kimidir üst hissəsi gördüyünüz kimi. Həqiqətən sərindir. Mən bu qədər gözləmirdim bu aparatdan. Çox qəşəng sərinlik verir. İç hissəsi buz kimi olub. Bax, sərindir. Kim istəyir əlaqə saxlasın, nə qədər istəsəniz mövcuddur.